Necəsən Məryəm? Səhər sənə görə narahat oldum. Nə oldu? Yaxşı oldu. Nəsə olub? Zaur'u gördüm. Məryəm, bu hələ başlanğıcdır. Sən bütün bunlara hazır olmalısın. Hazıram. Gör neçə vaxtdır bu günü gözləyirəm. Fəxrəddin bütün həyatımı alt üst elədi. Kızım, onun dediklerine kulak asma. Salam Meryem. Düz başa düşdün. Anam mənim yanımdadır. Mən bir dəqiqədən sonra onu öldürmək istəyirəm. Sənsə buna mane ola bilərsən. Meyidin yanında silah var. Onu götürürlər evə. İndi ora polis gəlir. Tez elə, yoxsa anan öləcək. Sözümə qulaq assan, onu sağ-salamat evə buraxacağam. At silahı yere! Mən onun hər şeyini əlindən alacağım. Birinci isə ailəsindən başlayacağım. Məryəm. Mən istəyirəm sən bu məktubu oxuyasan. Nə məktubdur ki? Aç oxu.
Salam qızım. Sən bunu oxuyanda mən artıq həyatda olmayacağam. Heyf ki, səninlə üzbəüz oturub danışa bilmədik. Mənim buna gücüm çatmazdı. Sənin indi həbsdə olmağın ürəyimi parça-parça eləyir. Bunun mənim ucbatımdan olduğunu düşünəndə isə yazmağa söz tapa bilmirəm. Həmin günü mən sənə həqiqəti açıb desəydim, bunların heç biri olmayacaqdı. Sən ora getməyəcəydin, çünki Hüseyn sənin atanı öldürməmişdi. Bunu mən eləmişdim. İstəyirəm biləsən ki, mənim çıxış yolum yox idi. Bilirəm, bu məktubdan sonra mənə nifrət eləyəcəksən. Amma bunları demədən gözlərimi yummaq istəmədim. Mənim ömrümə az qalıb, bunu bilirəm. Sənin taleyin necə olacaq, qızım? Allahdan sənə yardım diləyirəm. Sənin çox təmiz ürəyin var. Allah o ürəyinə görə sənə yol açsın. Nə olursa olsun, mübarizəni dayandırma. Güclü ol, Məryəmim. Meryem. Meryem. Sakit ol Meryem. Sakit ol. Ben bu mektubu sana çoktan vermeliydim ama yüreğim gelmedi. Al. Salam Zaur. Zaur. Ne olub sana? Meryem'i dünən gördüm. Həbsdən çıxıb. Necə həbsdən çıxıb? Bu ola bilməz. Çıxıb da sən. Çıxıb. Axı ona 9 il iş vermişdilər. Bilmirəm daha neçə il vermişlər. Axır ki dünən çıxdı qabağıma. Və düz gözümün içinə baxırdı. Utanmır. Hansı üzlə sənin qarşıma çıxıb düz gözünün də içinə baxa bilir, hə? Nə bilim, mənə deyir ki, sən çox şey bilmirsən, sənin bildiklərin hamısı səhvdir, mən günahsızam. Nə bilim, mən sənə nəyisə sübut eləyəcəm. Pişirsən mən Zaur. Sən onun dediklərinin heç birinə qulaq asma. O indi hər şey eləyəcək ki, sənin fikirlərimi qarışdırsın. Zaur, qulaq as mənə. Sən bir də imkan verə bilməzsən ki, o qız sənin həyatına müdaxilə eləsin. O indi əlindən gələni eləyəcək ki, özünü günahsız göstərsin. Başa düşürsən məni? Sən buna imkan verə bilməzsən. Necə günahsız göstərəcək özünü? Necə göstərəcək? Əlində silah atamın meyitinin üstündə tutulub. Necə günahsız göstərə biləcək özünü? Çox şükür ki, sən bunları yaddan çıxartmırsan. Nərmin, Necəsən? yaxşı. Sən necəsən? Yaxşı. Nə oldu, danışa bildin ilkindən? Danışdım. Nə deyir? Sən düz dedin, Rifət. İlkin hər şey yalan danışıb mənə. Mən də onun evlənmək təklifini qəbul eləmədim. Yaxşı elədin. Məncə o səni də bədbəxt eləyəcəkdi. Sən burada nə işin var?
Sənin burada nə işin var? İlkin neyinirsən? Dəli olmusan? Sən bunu hardan tanıyırsan? Rüfət mənim dostumdur. Hansı dostla danışırsan? Düşmənim diyor mənim. Könül haqqında da 100% bu danışıb sənə. Nədir qızın haqqıdır hər şey bilmək. Sən hansı haqqdan danışırsan, Könül sənin maşında ölmədi? Sən Könlü tanıyırdın? Niyə tanımırdı? Elə də yaxşı tanıyırdı ki. İndi də səndən istifadə edib məndən güya acıq çıxır kişi. Sən o qıza o qədər əzab ver. Yum ağzını! Bəsdirin də. Azam müəllim, Bəli. sənədləri qoydum sizin stolun üstünə. Lap yaxşı, çox sağ ol. Mənlə bir sözünüz yoxdur. Yox, heç nə, işin də Oldu. Oldu, sağ ol. Meryem. Ne edirsən? Demirsən sən burada görərlər? Fəxrəddin də buradadır. Görməyəcək məni heç kim. Birdən gördü. Meryem, biz axı danışmışdıq. Kamala tam arxayın olandan sonra Fəxrəddinin qabağına çıxacaqsan. Ha? İndi 2 ildə qurduğumuz planı heç eləmək istəyirsən? Azər, mən oturub baxa bilmirəm ki, bunlar necə rahat yaşayırlar. Meryem, bu qədər dözmüsənsə yenə səbr eləyəcəksən. Azər, sən bax. Məryəm xanım, Mən də elə Məryəm xanımdan soruşurdum ki, necədir qəzadan sonra? hə doğrudan. İndi necəsiz? Yaxşıyam, narahat olmayın. Lap yaxşı. Nə əcəb gəlmişsiniz bizim şirkətə? Rəfiqəm işləyir burada. Ona dəyməyə gəldim. Yaxşı, siz danışın. Biz sonra danışarıq, yaxşı? Hələlik Məryəm xanım, görüşərik. Sağ olun. Şad oldum sizi görməyə. Mən də. Əgər vaxtınız varsa bir çay içək. İşinizə mane olaram mən. Yox, qətiyyən mane olmursun. Mən də dincəlməliyəm. Buyurun. Orada qaldı, çox gözləyəcəm onu. Fəxrətin mənim, siz yaxşı bilirsiniz ki, Kamal gəlməyəcək iclasa. Qələt eləyəcək. Kamal oradadır. Burada deyil, mən elə bildim buradadır. Bilə-bilə gəlmiş. Xahiş edirəm, mən icazə verin, gedim kabinetdə işləyim, siz də Kamal'la rahat danışın. Yox, bu axır əvvəl qulaq asmağı öyrənməlidir. Fəxrəddin müəllim, siz narahat olmayın, mən indi taparam onu. Meryem, götür de bu telefonu. Azər, səninlə 2 dəqiqəlik söhbətim var idi, vaxtın varsa. Zaruni məşğulam, əgər ciddi deyilsə sonra danışarıq da. Mən Məryəm barədə söhbət eləmək istəyirdim. İndi bu barədə danışmağa vaxtım yoxdur, Kamalı tapmalıyam. Fəxrəddin mənim soruşsa mən otağımdayım.
Gəl. Salam Selin xanım. Salam Hikmət, salam. Deyəsən vaxtında gəlməmişəm. Sənədləri ver, sonra baxaram. Hər şey yaxşıdır. Yaxşı heç nə yoxdur. Hikmət, heç nə, yaxşı heç nə yoxdur. Nəsə olub? Sevmədiyim biri azadlıqdadır. Məryəm, sən yoldaşımın keçmiş baldızı. Ha, onun haqqında eşitmişəm. Ona görə niyə narazısınız ki? Məni narahat edən onun həbsxanadan çıxmağıdır, başa düşürsən? Necə yəni? Çıxıb yenə də başlayıb ortalıqda fırlanmağa. Mənim bütün işlərimi korlayır. Mən başa düşə bilmirəm. Mən bu qızdan haçan canım qurtaracaq. Yatdı da adam olmadı. İllər də keçdi, düzəlmədi. İndi bilirəm də hirsindən partlayır. Bilmir hirsini kimdən çıxsın. O, deyəsən adam öldürdüyünə görə həbsxanaya düşmüşdü, düzdür? Görəsən kimdən qisas almaq istəyir? Nə bilim, məndən, Zaurdan, hamıdan. Yaxşı. Mən validədən soruşaram, bəlkə o nəsə bilir. Bu yaxşı söhbətdir. Sən bir validə ilə danış, gör görüşüblər, görüşməyiblər, görüşüblərsə nə danışıblar? Yaxşı. Çalışaram görüm nə öyrənə bilirəm. Öyrənsən amma mənə mütləqdir, yaxşı? Çünki mən o qızdan bir addım qabaqda olmalıyam. Və bir şey deyim Hikmət, əgər sən mənə bu işdə kömək eləsən, mən bunu ömür boyu yaddan çıxartmayacağam. Yaxşı. Çalışaram. Çox sağ ol. Oldu. Hələlik. Deyirəm, hər işdə bir xeyir var. Əgər o gün o hadisə baş verməsəydi, biz indi bir-birimizi tanımırdıq. Heç kəs bilmir 5 dəqiqədən sonra başına nə gələcək. Düzdür. Heç kim bilmir sonra nə olacaq. Bəli. Yox, bugün yox. Bugün məni iş maraqlandırmır. Sabah gələrəm, söhbət edərik. Yaxşı, oldu. Fəxrəddin müəllim. Fəxrəddin müəllim, indi biraz gecikib icrasa. Yəqin heç otağında da yoxdur. Otağındadır. Yəqin kim nəsə başı qarışıb söhbətə. Sən oradasan. Sənə deməyiblər, iclasda olmalısan. İşlərim var idi. Kemal. Özü uşaq kimi aparma. Biraz məsuliyyətli ol. Bundan sonra həmişə belə olacaq. Sən get, Selinin dərdini çək. Mən də işin olmasın. Kemal, el eləmə ki. Nə? Neyniyəcəksən mənə? Xəstəxanaya göndərəcəksən? Ha, ata? Bunu demək istəyirdin sən? Kemal, biraz səbirli ol. Qoy Selinin könlü rahat olsun, sonra hər şey düzələcək. Hər şey o qədər dəyişib ki, bundan sonra heç nə düzələn deyil. Götür də bu telefonu da. Sabahın xeyir. Sabahın xeyir. Çay istəyirsən? Hə. Nə olub, niyə belə səvirsən? Nərminlə dalaşmışam. Telefonlarıma cavab vermişim. Nə üçün?
Rüfət yadındadır. Arif. Bizim restoranda işləyirdi. Ha, Gedib Nərminə hər şeyi danışıb. Gönlün necə rəhmətə getməsin. İndi də Nərmin məndən danışmaq istəmir, heç evlənmək ümumiyyətlə istəmir. Şu bu Rüfət Nərmin hardan tanıyır? Kişinin oğlu gedib ondan dostluq edib ki, güya məndən qisas alsın, əvəz çıxsın. Yaxşı, yaxşı, əsəbləşmə. İstəyirsən Nərminin atasıyla danışım. Bilmirəm, bax normal insan kimi yaşayırdıq da, toya da hazırlaşırdıq. Dedim əsəbləşmə. Əvvəlki ilkinə qayıtma. Yəqin Rüfət də səni əvvəlki vəziyyətinə qaytarmaq istəyir. İndi mən neyniyim? Gedim onu istədiyini vereyim. Hə? Belə iş görmürlər. Özünü Nərminə belə əsəbi göstərmə. Çağır, oturun, söhbət eləyin, danışın, hər şeyi həll eləyin. Ata, deyirəm ki, telefonlarıma cavab vermir. Əvvəl-axırı görüşəcəksiniz də. Onda oturarsınız, hər şeyi həll eləyərsiniz. Özü sakitliklə. Onu başa salarsan. Bildin? Sen burada ne işin var? İşlərim var. Ben güdürsənsən. Ne işlerin var? Yeni ne fikirleşmişsən Meryem? Ha? Kimden qisas alırıq bu dəfə? Çəkil. Cavab ver mənə. Ne fikirleşmişsən Meryem? Hı? Sənə günahsızlığımı sübut eləmək istəyirəm. Ne günahsızlığı sübut eləyəcəksən mənə? Məni özümdən niyə çıxartırsan Meryem? Yadıma salım həmin günü. An gözümün qabağındadır. Mənim belimdən bıçaq vurdun sən həmin günü. Zaur, sənə demişəm axı, sən hər şeyi bilmirsən. Heç bilmək də istəmirəm Meryem. Sənə aid nə varsa bu həyatda bilmək istəmirəm. Mənim üçün Meryem öldü. Kaş ki həmin günü bir dənə də gülləni öz başımdan vuraydı. Elə bilmə ya, sənin üçün burada asan olacaq. Bura sənin evin deyil. Kənara çəkilib dayanmaqla deyil, Tıktı xanım. Burada gərək yerimi biləsən. Nə istəyirsiniz məndən? İstəyirəm biləsən ki, bura sənin evin deyil, ağıllı olasan. Mən elə bilirdim ona isə iş çevirir. Nə olub ki? Məryəmi izləyirdim axı. Bilmək istirdim ki, nə iş çevirir. Hə. Bir də gördüm ki, Məryəm Azərgilin binasına girdi. Məcbur oldum, qayıtdım. Azərgilin binasına? Orada onun nə işi var? Bilmirəm, yəqin Azərgildən qalır da. Nə danışırsan sən? Dəli olmusan? Azər onu heç vaxt evinə qəbul eləməz. Azər? Mən o Azərdən hər şeyi gözləyirəm. Tanımırsan onu? Yox, elə şey ola bilməz.
Sən də elə ancaq onun tərəfini saxla, yaxşı? Yaxşı. Məryəm o binəyə niyə getsin, hə? Bax, sənə deyirəm. Əgər Məryəm Azərlə yaşayırsa, deməli burada nəsə var. Nə olacaq ki? Onu bilmirəm. Sən Azərgilə gələcəksən. Onların nə iş çevirdiklərini öyrənməlisən. Yox, Tural. Mən Azərgilə gedə bilmərəm. Sən bilirsən Azər məni görsə nə olar? Heç nə olmaz. Yox. Məndən belə şey istəmə. Nuray, o mənim atamı öldürüb. Sən də bilirsən ki, mən bu işi belə qoyası deyiləm. Həm də biz səndən söz danışmışdıq. Sən mənə kömək edirsən, mən də sənə. Yadından çıxmayıb yəqin. Tural, qurban olum, məni başa düş də. Mən necə o evə gedim? Hə? Özünü qoy da mənim yerimə. Axı mən bunu eləyə bilmərəm. Eləyərsən, eləyərsən. Bir yolun tap, elə. Başqa yolun yoxdur. Məryəm. Heç bilmirəm nə deyim. Həmişə azadlıqda. Haçan dünən. Bəs niyə mənə xəbər eləmədin? Gəlib qarşılayardım. Yox, buna ehtiyac yox idi. Yaxşı, gedək evə. Yox, sən yurda gördüm, bəsdir. Nə olub Məryəm? Onsuz da bu 4 ildə demək olar ki, heç görüşmədik. Nə görüşə gəlirdin, nə də pay qəbul edirdin. Niyə belə elədin axı? Səni görəndə İlqar yadıma düşür. Anam yadıma düşür, könül yadıma düşür. Bütün itirdiklərim yadıma düşür. Bir göz qırpımında ailəmiz dağıldı. Niyə belə oldu Məryəm? Heç oldu. 4 il adama 40 il kimi gəlir. Sən necəsən indi, yaxşısan? Sən özün nə edirsən? Gələcəksən evə. Yox, başqa yer tapmışam, orada qalacağam. Səni görməyimə çox sevindim. Görüşərik Validə, yaxşı? Hələlik. Yaxşı. Ay Selin, gəlmisən.
Bəs niyə demirsən mənə? Bir şey gətirim sənin üçün? Narahat olmayın, birazdan gedirəm. Aa, niyə belə tez? Oturardın da, biraz söhbət eləyərdik səninlə. Bu gün tələsirəm, gələn dəfə yaxşı-yaxşı söhbətləşərik. Nəsibə xanım, necəsiz? Çox sağ ol, Validə, yaxşıyam. Azər necədir? Azər də yaxşıdır, çox sağ ol. Nəsibə xala, siz bu qadını hardan tanıyırsınız? Mənim qonşumdur. Köhnə evimdə, sonra biz o evi satdıq, getdik. Oradan tanışıq. Azər kimdir bəs? Azər bacım oğludur da, körpəlikdən mən baxmışam ona, tez-tez bizdə qalırdı, oradan tanıyır. Neysə, mən onu tələsirəm, gedim. Görüşərik. Nəsibə xanım, başa düşmədim, bu nə deməkdir? Bacınız oğlu kimdir? Nə vaxtdan mən sizin qonşunuz oldum? Mən istəmirəm ki, o bizim qovum olduğumuzu bilsin. Niyə? O bacı istəmirəm də, Validə, istəmirəm. Yaxşı, başa düşdüm. Bəs Azər haqqında niyə belə dediniz, hə? Hə, burada nəsə var. Siz məndən nəsə gizlədirsiniz, hə? Yaxşı. Bəs deyin görün, burada nə işləyirsiniz? Allah'a şükür Azər ki, yaxşı qazanır. Belə lazımdır, Validə. Mən bunu Məryəmə görə eləyirəm. Siz Məryəmə görə? Hə. Estağfurullah, axır ki, mən dirədim də divara. Yaxşı, danışaram sənə hər şey. Amma bax ha, aramızda qalmalıdır. Narahat olmayın. Otur. Mən Məryəmin günahsız olduğuna inanıram. O da Selinin ailəsindən şübhələnir. Fikirləşir ki, onu tələyə onlar salıblar. Siz nə danışırsınız? Mən də ona görə gəlib Selinin yanında işə düzəldim ki, bəlkə nəsə öyrənə bildim. Qız mənə inanır. Belə şey olur ya. Amma sən Allah, Validə, heç kim bilməsin ha. Bax, narahat olmayın. Heç kimə bir kəlmə deməyəsən. Yaxşı. Görsən, Selinin qabağında məni necə vəziyyətə saldın. Az qalmışdı hər şey açılsın. Mən nə bilim axı. O bilmir ki, mən Azərin anasıyam. Əgər bilsə, başıma bir sənlə oynayacaq. Nərmin. Necəsən? Yaxşı, sən necəsən? Yaxşı, şükür. Çoxdan bizə gəlmirsən. Nəsə olub? Deyəsən, toy söhbəti bitdi. Ha. Niyə? İlkin neymiş? Nə bilim, sən demə mən heç ilkini tanımamışam. Ay Nərmin, mən sənə demişdim də. Demişdim o ailədən uzaqdır. Mən bilirdim də nə deyirdim. Yaxşı, bəs evdəkilər nə deyir? O boyda toy, nişan, nə bilim də. Mən özüm danışaram içimdən. Lazım deyil Azər, istəmirəm buna görə narahat olasan. Yox, niyə ki, kimsə danışmalıdır da. Həll eləyə bu məsələni. Amma bilsin də işini. Özüm elə pis hiss eləyirəm. Yaxşı, narahat olma. Ürəyivə salma. Nahar eləmək istəmirsən? Mən nahara gedirəm. Gedək elə bir yerdə. Al, gəl.
Zaur. Hoş gelmişsin. Necə bir şey değilsin? Ne olub? Əsəbsən yine. Yine Meryem'i gördüm bugün. Özde bu defa şirkette. Onun şirkette ne işi var? Bilmiyorum. Ama orayla bile gelmezdi. Neyse yine de var aklımda. Zaur, sen o Meryem'den uzak dur. Bütün bu olanlardan sonra sen bir netice çıkaracaksan yoksa yok. Meryem çok tehlikeli adamdı ya. Sen ona göre düz 10 yıl ömrünü çürütmüşsən. Özden bir hayat kurabilmemişsən. Bu defa her şey başka cür olacak. Eğer o bu defa da kimese zarar getirmek istiyorsa ben buna imkan vermeyeceğim. Bu senin işin değil. Bak sen yine onun oynadığı oyunlar oynuyorsan. O seni öz yanında saklamak istiyor. Zaur, Meryem'den uzak dur. Bu defa onun tələsine düşme. Senden rahat olma, ben bir defa səhv bırakmışım. Bu defa bırakmayacağım. Danışa bilərik. Nə danışım mən səndən? Bilirəm indi məndən biraz incimisən. Amma Aması yoxdur. Senin yoxdur aması. Sən gedib atama demisən ki, məni yox, o Zauru şirkətin başına qoysun. Necə dedin, ha? mən Zaurla münasibətlərimi düzəltmək istəyirdim. Mənim işimin bahasına. Amma deyəsən özüm fikirləşirəm. Niyə atamla mənə qarşı belə rəftar edirsiniz? Ha? Neynəmişəm mən sizə? Kamal, nə olar belə eləmə? Sən bilirsən axı mən səni nə qədər çox istəyirəm. Sən o Zauru məndən çox istəyirsən. Özdə lap çox istəyirsən. Mən həyatım boyu sizə pis olmamışam. Nə sənə, nə də atama. Bəs siz niyə belə eləyirsiniz? O iş var, o da maraqlı deyil mənim üçün. Mənim üçün başqa şeylər maraqlıdır. Münasibət. Sizdə də ki, danışırsınız həmişə ailə, ailə. Hanı? Hanı sizin ailə canlığınız? Mən çox şey istəmirəm axı. Kamal ailənin yanında ol. Necə? Hı? Get. Kamal,
Selin, nə olur, getsən. Kamal, xahiş eləyirəm. Xahiş eləyirəm, get. Bax, bugün şirkətə gəlməklə nə qazandın sən, hə? Demirsən birdən Fəxrəddin səni görərdi, ya Zaur. Onda nə olacaqdı? Azər, mən bezdim hamıdan gizlənməkdən. Onsuz da əvvəl-axır hamı məni görəcək. Məryəm, hər şeyin bir vaxtı var da. Niyə özü bu qədər təhlükəyə atırsan? Nə olar ki, biraz səbirli olasan? Olmaz? Olmaz. Mən 4 il həbsxanada yatdım, hə. Başa düşmürsən? İndi mənə deyirsən ki, oturum heç nə eləməyim. Bu işdə əli olanlar bir-bir cəzasını alacaqlar. Məryəm, Azər sənə görə narahat olur. Biz istəmirik ki, sənin gözü qisas tutsun. Qisas mənim gözümü çoxdan tutub. Bəs fikirləşmirsən ki, birdən səhv eləsən nə olacaq? O adamlar səni məhv eləyər. Sən keç mənim otağıma. Salam. Necəsən Azər? Ağdağ Natural Gips suvağının baş sponsorluğu və Bergamot ətirli beta çaylarının sponsorluğu ilə Məryəm serialı bitdi. Ağdağ Natural Gips suvağının baş sponsorluğu və Bergamot ətirli beta çaylarının sponsorluğu ilə Məryəm serialı bitdi.